Coelho, Rabel, növbəti servis. Antoni götürmə gəldi, qüvvətli zərbə. Kərəmullah Verdiyev topa toxundu, amma götürmək mümkün olmadı bu topu. Hesab 3-5 olur. Dəstəksiz də deyil ordumuzun, şərəfli ordumuzun nümayəndələri var bugün zalda və onlar Ostin çox qüvvətli daha bir zərbə izlədik. Mehdi Cəfərman topu kənara vurur, yox. Top meydanda yerə düşüb. Top meydanda yerə düşüb. Zərbəni endirən Məhəmməd Hüseyin Şarklaoui idi. 9 hücum alınmadı. Ordu komandasından müdafiə sonrasından hücum, mükəmməl müdaxilə. Mükəmməl müdaxilə izlədik orada. Rəvan Hüseynlidən daha bir cəhd, blokout. Çox əla oyun izləyirik, həqiqətən də çox gözəl oyun izləyirik. Hesab arasındakı fərqi 5 xala qədər endirməyi bacarır. Nihat topu götürdü, ötürmə Rəvandan. Şarklaoui, Nihat Qasımov. Yenə Məhəmməd Hüseyin, yenə qüvvətli zərbə və yenə də topu götürməyə çalışırdı ordu voleybolçuları. Hesab 14-20 olur. Seti xilas etmək üçün Azərrey. Antonic. Qüvvətli zərbə, blokout. Məhəmməd Hüseyin Şarklaoui ilk. Ordunun hücumu, topu götürmək mümkün olur və yenə Şarklaoui, yenə çətin vəziyyət və yenə də xal qazanır. Azərreyilin voleybolçusu hesab 2-0'dır. İkinci setə Azərreyil daha yaxşı start götürüb. Nihat, Antonic, out. Amma toxunuş var. Toxunuş var. Məhəmməd Hüseyin Şarklaoui. Kənan. Cavid Süleymanov verilən qərarla razı deyil, etiraz edir hakimlərin qərarlarına. Top meydanda, ace Məhəmməd Hüseyin Şarklaoui. Şarklaoui və çox çətin vəziyyətdən Qalay Sosnin. Rəvanın ötürməsi və Coelho götürmüşdü, topu olmadı. 20-22 seti əldən vermək istəmir Azərreyil. Görək. Bu vəziyyətdə topu götürür. Sergey. Blok! Şarklaoui. Hücum. Növbəti xal üçün. Xalıçın növbəti hücum üçün hazırlaşır Azərreyil komandası. Şarklaoui xalı qazandı. Məhəmməd Hüseyin Şarklaoui. Yenə də ilk xalı, ikinci setdə olduğu kimi. Antonic top oyunu daxil etdi. Ordunun hücum cəhdi. Topu götürmək mümkün olur. Nihat Qasımov. Şarklaoui çox qüvvətli zərbə, blokout. Topu götürmək mümkün olur. Əla oynayır Roman Merkuşov. Şarklaoui və hesab 6-2'dir. Fərq 4 qaldı. Top keçirmə mümkün olur qarşı tərəfə. Şarklaoui. Məhəmməd Hüseyin Şarklaoui. Markonun zərbəsini dəf etmək mümkün olur, o qədər də yaxşı alınmadı. Şarklaoui, blokout. Mateus Araújo. Antonovic. Topu keçirmək mümkün olur qarşı tərəfə. Şarklaoui və hesab 2-3. Azərreyil. Necə təsir bağışlayacağı maraq doğurur. Şarklaoui. Barzəni içərisinə ata bilər. Sosnin.
Yenə blokayla oynayır. Müdafiədə Merkuşov, Platonenkovun ötürməsi. Şarklaoui və blokaut mu yoxsa out mu? Out. Challenge. Toxunuş var yoxsa yox? Challenge-lardan yararlanmağı bacarır. Nikov görək bu dəfə toxunuş vardı yoxsa yox? Bizim təkrar görüntüdə toxunuşun olduğu sezilirdi. Ötürmə də gəlir, zərbə də gəlir, blokaut, blokaut. Çox maraqlı anlar qarşılaşmada 22-21. Bu setdə kifayət qədər maraqlı məcrada keçir.